Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugünkü videomuzda milli gəlinciklər hazırlayacağım. Bunun için adi gəlinciklər alıp üzerine milli dekorda paltarlar tikdim. İlk gəlinciyimizə başlaya bilərik. Mən ətək hissənin daha qabarıq olması üçün belə kardondan, daha doğrusu kağızdır, amma qalındır biraz. İstəsəniz vatman kağızdan da istifadə edə bilərsiniz. Bu formada konus tipli bir ətək hazırladım. Paltarın alt hissəsi üçündür bu. Dediyim kimi paltarın daha qabarıq qalması üçündür. Sadə formada paltar tikib büzmə versək düz qalacaq. Amma bu altdakı kardon onun daha şux qalması üçündür. Bu kağızı kuklaya skoçla yapıştıracağım. Paltarı üçün belə vilur parçadan istifadə edəcəm. Məxmər parça da olar, fərqi yoxdur. Və yaxud da başqa material parçadan istifadə edə bilərsiniz. Amma milli paltarlar məxmər və yaxud da vilur materialda daha gözəl görünür. Əvvəlcə kuklanın ətək hissəsinin ölçüsünü alacağım. Gəlinciyin biraz da hündür olmağını istəyirsinizsə, kardonu daha hündür eləyə bilərsiniz. Yəni kuklanın ayaq ölçüsündə deyil, kardonu biraz da uzun götürüb daha hündür gəlinciklər əldə edə bilərsiniz. Ətəyin enini isə mən 25 sm götürdüm. Daha sonra tikib büzmə verəcəm. İstəsəniz ki, ətək biraz da qabarıq olsun, daha enli parça götürə bilərsiniz. Və belə milli lentlərdən istifadə edəcəm. Sizə hər bir modeli göstərdim ki, əlinizdə olan istənilən forma lentdən istifadə edə bilərsiniz. Mən parçanın rənginə uyğun belə göyün, mavinin tonlarında lentdən istifadə edəcəm. Yoxdursa, parçanın rənginə uyğun olması vacib deyil. Qızılı rəngdə istənilən naxışlı lentdən istifadə edə bilərsiniz. Mən birbaşa parçaya bütünlüklə kley vurmadım. Hissə isə kley vurub yapışdırıram ki, çox kley vuranda quruyur, lent yaxşı yapışmır. Ətəyin kənar hissələrin istəsəniz tikə də bilərsiniz. Mən kleyləyəcəm. Kleyləyəndən sonra tərs çevirib sadə formada bir hissəsini tikirəm. Sonuncu tikişə gələndə sapın içindən keçirdəcəm ki, çıxmasın dartanda. İndi isə kuklamıza geyindirə bilərik. Geyindirəndən sonra kuklanın belinə uyğun sapı çəkib daha möhkəm tikəcəm. Mən əlavə olaraq kley də vururam ki, büzmələr daha sabit qalsın. Yəni sapı dartıb çəkəndən sonra bəzən büzmələrin yeri dəyişə bilir. Kley qurumamış ətəyə formanı verin ki, yəni büzmələrin hər biri eyni formada olsun. Sapı kəsməmişdən əvvəl hər ehtimala qarşı bir neçə dəfə düyünlədim. Ətək hissə qalxıb arada kardon görünür. İstəyirəm ki, ətək hissəni də kardona yapışdırım. İndi isə qollarını tikəcəm. Qolların ölçüsünü alıram. 8,5 cm-dir. Mən 9 cm götürəcəm və yaxud da 1 cm artıq götürüb 9,5 cm kəsə bilərsiniz. Yenə eyni ətəkdəki kimi
aşağı hissələrə kant yapışdıracağım. Daha sonra kəmər hissəsini kley ilə yapışdıracağım. Hər ikisini eyni qaydada hazırladım. Kuklamıza geyindirə bilərik. Qolları geyindirməmişdən əvvəl yaxa hissəsini hazırlayacağım. 12 və 8 sm ölçülü bir parça kəsdim. Qolları keçirmək üçün iki yerdən dəlik açacağım. Həmin hissələrində ölçüsünü alıb daha sonra kəsəcəm. Bunun üçün parçanı əvvəlcə ortadan iki yerə, daha sonra bir də iki yerə qatlayıb qol hissədən kəsəcəm. Belə olanda açanda hər iki tərəfdə simmetrik dəlik açılır. Kleyləyəndən sonra boyun hissəni tikəcəm ki, yaxa hissəsi boş olmasın. Eyni ilə belini də tikəcəm ki, yaxalığın ön hissəsi biraz boşdur. Öndən biraz bu hissə qalxır. Orada kley vurub yapışdıracağım. Mən əlavə olaraq bel hissəyə yenə kant yapışdıracağım. Bu dəfə əks formada, yəni belə bir-birinə simmetrik formada. Həm gözəl görünməsi üçün, eyni zamanda ətək hissənin yuxarıdan tikiş izini itirmək üçün belə olduqda geyim daha səliqəli görünür. İndi isə qol hissəni tikəcəm. Qol hissəni kley ilə yapışdıracağım. Digər gəlinci modellərində qol hissəni tikəcəm. Yəni belə deyim, hər formanı sizə göstərməyə çalışıram. Hansı sizin ürəyinizcə olsa, o formada hazırlaya bilərsiniz. Bu gəlincikdə mən qol hissələri yapışdırdım. Arxa hissədə bir neçə yerdən açıq qalıb. Oranı da yapışdıracağım. İndi isə yaxa hissəsi üçün bu formada kant yapışdıracağım. Böyük gəlinciklərdə kantı tam kəmər hissəyə qədər deyil, biraz yuxarı hissədə saxlayıram. Üçüncü model gəlincikdə başqa model yaxalıq formasını sizə göstərəcəm. Kuklamızın geyim hissəsi hazırdır. Mən araqçın hissəsini hazırlamağa başlayıram. Bunun üçün əvvəlcə baş dairəsinin ölçüsünü aldım. Adi A4 kağızdır. Hündürlüyü 1,5 və yaxud 1,2 cm götürə bilərsiniz. Eyni parçadan kağızın üzərinə çəkəcəm.
paltarda istifadə etdiyim qatdan yapışdıracağım. Araqçınımız artıq hazırdır. Tül hissəni yapışdırandan sonra araqçını da yapışdıracağım. Saçın qabarıq qalmasını istəmirəm, ona görə kleyləyəcəm. Tül hissə üçün məndə orqanza parça var. Bu formada. Orqanzanın ipi çıxdığı üçün ərtmək istəyirəm. Yandıranda yapışır. Digər hissə parçanın öz kənarıdır, ona görə ipi çıxmır. Amma hansı tərəfi kəsmişsinizsə, ipi çıxırsa, bütün tərəflərini əridin ki, ipliyi çıxanda heç də yaxşı görünmür. Əvvəlcə kuklanın baş hissəsindən biraz kley vurub yapışdırdım ki, bu orqanza parçalar sürüşür, rahat bağlamaq olmur. Əlimlə tülə sadə şal bağlanması formasını verəcəm. Bir tərəfinə forma verəndən sonra yapışdırıb digər tərəfə keçəcəm. Arxa hissədən də bir neçə yerdən yapışdıracağım. Hansı hissə daha qabarıq qalırsa, kleylə o hissəni yapışdıra bilərsiniz. Son olaraq gəlinciyimizin araqçını yapışdıracağım. Mən hər ehtimala qarşı 1 santimetrdə artıq ölçmüşdüm. İlk gəlincik modelimiz tam hazırdır. İkinci modeli də başqa rəngdə, eyni formada hazırlamışam. Sizə də göstərmək istəyirəm. Amma şal hissəsi orqanzadan deyil, atlas parçadandır. Sizə nümunə kimi göstərmək istədim. Əgər orqanza parçanız yoxdursa, atlas parçadan da istifadə edib gözəl şal bağlaya bilərsiniz. Üçüncü gəlinciyimizi isə mən fərqli modeldə hazırlamışam. Qol hissələri gördüyünüz kimi biraz fərqlidir. Bu modeldə olduğu kimi düz hazırlamadım. Dirsəyə qədər düz, ondan sonra biraz büzməli elədim. Bunun üçün bizə 7-14 cm ölçülü parça lazım olacaq. Əvvəlcə ətək hissəyə kant yapışdıracağım. Mən hər gəlincikdə müxtəlif kantdan istifadə elədim ki, sizin üçün fikir olsun. Eni ilə ətək hissə kimi tərs çevirib tikib büzəcəm. Qolun ətək hissəsini belə dirsək hissəyə tikəcəm.
Tikdiyim hissələrə də kant yapışdıracağım. Həm gözəl görünməsi üçün, eyni zamanda tikiş izini itirmək üçün. Bu dəfə kantı qola yapışdırdığım istiqamətdə deyil, əksinə yapışdıracağım. Yəni naxışların kənar hissələri bir-birinin əksinə olanda daha gözəl görünür. Hər iki qolu eyni qaydada hazırladım. İndi isə yaxa hissəni və bel hissəni hazırlayacağım. Bel üçün kant yapışdırmamışdan əvvəl yaxa hissəni hazırlayacağım. Mən bunun üçün qızılı rəngdə atlas lentdən istifadə edəcəm. Əgər atlas lentiniz yoxdursa, belə parçadan da istifadə edə bilərsiniz. Heç fərq etmir. Uç hissəsini qatlaladım ki, ipləri çıxmasın, daha səliqəli görünsün. Bel hissəyə qədər ölçüb kəsdim. Kənar hissələrində yapışdıracağım. İndi isə bel üçün olan kantı yapışdıra bilərik. Yenə digər modellərdə olduğu kimi kantları bir-birinin əksinə yapışdıracağım 2 dəfə. Yaxalığın kənar hissələrinə də eyni kantdan yapışdıracağım. İkinci kantı yapışdıranda naxış hissələrin bir-birinə uyğun gəlməsinə diqqət edin. İndi isə gəlinciyimizin şal hissəsini hazırlayacağım. Əgər istəsəniz, ikinci model gəlincikdə olduğu kimi atlas parçadan istifadə edib şal hazırlaya bilərsiniz. Nümunə kimi sizə göstərmək istəyirəm, amma mən daha sonra 3-cü modelin şalını biraz fərqli bağlayacağım. Bunu sizə nümunə olsun deyə göstərdim ki, atlas parçadan da istifadə edib çox gözəl şal bağlaya bilərsiniz. Mən sadə zərli parçadan istifadə edəcəm. Şalı bağlayandan sonra digər modellərdə olduğu kimi eyni formada araqçın hazırlamışam. Daha sonra araqçını yapışdıracaqsınız. Mən belə setka tüldən istifadə edəcəm ki, 3-cü modelimiz biraz fərqli olsun. Çünki birini orqanza lentdən hazırladım, birini atlas parçadan. Digərini istəyirəm ki, belə setka parçadan hazırlayayım ki, sizlər üçün fərqli fikirlər olsun. Qeyd etdiyim kimi, bu setka parça şalın ölçüsü 22-22 santimetrdir. Kənar hissələrə yapışdıracağım. Şalları orta hissədən yapışdırıb bağlamışdım. Amma bu setkanı kənar hissələrdə yapışdırıb belə büzmə formasında kleyləyəcəm. İndi isə araqçını yapışdıra bilərik. Tam orta hissəyə kley vurub araqçını bu formada ortadan yapışdıracağım. Daha sonra yan tərəflərini yapışdıracağım. Son olaraq gəlinciyimizin saçına da istəyirəm ki, parçası rəngində rezin bağlayayım.
Sonuncu model gəlinciyim də tam hazırdır. Digər modelləri də bir də göstərəcəm. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, növbəti videolarda görüşənədək.